Bismillahirrahmanirrahim. Mübarək Ramazan ayının 22-ci gününə qədəm qoyuruq. Ayın sonlarına yaxınlaşdıqca içimizdə qəribə bir hüzn, eyni zamanda da böyük bir ümid cücərməyə başlayır. Artıq əməllərimizin, tutduğumuz orucların, qıldığımız namazların qüsurlarını daha dərindən hiss edirik. Biz bilirik ki, əgər Rəbbimiz bizi öz ədalət tərəzisinə qoysa, bəşəri zəifliklərimizə görə heç birimiz xilas ola bilmərik. Əziz və dəyərli izləyicilər, bu gecə imsakın o dərin sükutunda göylərin qapıları məhz bu acizliyi dərk edən, Allahdan ədalət deyil, yalnız və yalnız onun mütləq lütfünü, yəni fəzlini istəyən darda qalmışlar üçün açılır. Bugün biz 22-ci günün insanın acizliyini qüdrətə çevirən o sirli duasını kəşf edəcəyik. Sizinlə heç bir malı, mülkü, xarici gözəlliyi və tayfası olmayan, cəmiyyətin kənarlaşdırdığı Cüleybib adlı səhabənin, kainatın əfəndisinin sallallahu aleyhi və alihi və səlləmin o məndəndir, mən də ondan lütfüne necə nail olduğunu öyrənəcəyik. Cəhənnəmdən ən son çıxan, heç bir əməli olmayan və hər dəfə Allahdan daha artığını istəyən o aciz qulun Allahın mütləq lütfü ilə cənnətdə necə dünya boyda 10 qat mülkə sahib olmasının sarsıdıcı hekayəsini eşidəcəksiniz. Cənnətə girsən belə sənin məqamın o qədər uca olacaq ki, mən səni görə bilməyəcəm, bəs mənim halım necə olacaq deyərək, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm həsrəti ilə saralıb solan Səvbanın fəryadına, göylərin necə cavab verdiyinə şahid olacaqsınız. Və İmam Əlinin əleyhisselamın məzarlıqdakı və dualarındakı o mütləq lütf fəlsəfəsini dərk edəcəyik. İndi zəifliklərinizi Rəbbinizə təslim edin, çünki lütf qapıları açılmaq üzrədir. Ramazanın 22-ci günü imsaka oyanıb, sübhün alaqaranlığında səccadə üzərində əyləşdiyimiz zaman, İslam alimləri bizə insanın ən dərin çarəsizliyinə xitab edən bir dua öyrədirlər. Bu dua, əməlinə güvənənlərin deyil, qapıda boynunbükük gözləyənlərin duasıdır. Gəlin, bu möhtəşəm duanı birlikdə oxuyaq. Allahümmə İftəhli fihi əbvabə fəzlik. Yəni, Allahım, bugün mənim üzümə öz fəzlinin, yəni lütfünün və kərəminin qapılarını aç. Və ənzil əleyyə fihi bərəkatik. Və mənim üzərimə öz bərəkətlərini endir. Və vəffiqni fihi limucibati mərzatik. Və əskinni fihi buhbuhat cənnatik. Məni sənin rızallığını qazandıracaq işlərə müvəffəq et və məni cənnətlərinin ən gözəl mərkəzində sakin qıl. Ya mucibət dəvətil muzdarrin. Ey darda qalanların, çarəsizlərin duasına cavab verən Rəbbim. Duadakı o fəryada diqqət edin. Biz ya mucibət dəvətil muzdarrin deyirik. Muzdar, heç bir çıxış yolu qalmayan, dörd divar arasında sıxışmış, bütün dünyəvi qapıları üzünə bağlanan insan deməkdir. Biz Rəbbimizdən cənnətin astanasını yox, buhbuhati cənnatik, yəni cənnətin tam mərkəzini istəyirik. Çünki bilirik ki, onun lütfünün sərhədi yoxdur. Bəs Allahın və Rəsulunun fəzli, yəni lütfü kimlərə qismət olur? Biz çox vaxt cəmiyyətdəki yerimizə, pulumuza, xarici görünüşümüzə görə dəyərli olduğumuzu sanırıq. Lakin İmam Əhmədin rəvayət etdiyi Cüleybibin hekayəsi, əsl lütfün bəzən heç kimin baxmaq istəmədiyi, darda qalmış birinə necə nəsib olduğunu göstərir. Cüleybib, Mədinədə yaşayan, heç bir qəbiləyə mənsub olmayan, çox kasıb, qısa boylu və xarici görünüşü xoş olmayan bir adam idi. İnsanlar onu o qədər də önəmsəməz, heç kim qızını ona verməzdi. O dünyəvi mənada tamamilə çarəsiz, muzdar bir vəziyyətdə idi. Lakin Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm onun içindəki o təmiz imanı görürdü.
Bir müharibə bitdikdən sonra Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm səhabələrindən soruşdu. Kimisə itirmisinizmi? Səhabələr dedilər, filankəsi itirmişik. Kainatın əfəndisi yenə soruşdu. Başqa kimisə itirmisinizmi? Onlar yenə tanınmış adamların adlarını çəkdilər. Lakin Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm kədərlə buyurdu. Amma mən Cüleybibi itirmişəm. Onu axtarın. Səhabələr gedib Cüleybimin cənazəsini düşmənlərin arasında tapdılar. Rəhmət elçisi gəldi, cəmiyyətin bir vaxtı dəyər vermədiyi, kimsəsiz sandığı o aciz qulun başını öz mübarək dizləri üzərinə qoydu və göyləri titrədən o lütf kəlamını dedi. Bu adam məndəndir, mən də ondan. Bu adam məndəndir, mən də ondan. Cüleybib üçün ayrıca bir yataq hazırlanmadı. Onun cənazəsini qəbrə qoyana qədər yatağı şəxsən Rəsulullahın qolları oldu. Allahu Əkbər. 22-ci günün duasında mənim üzümə öz fəzlinin, yəni lütfünün və kərəminin qapılarını aç deyəndə Cüleybibi xatırlayın. İnsanların sizi tərk etməsi önəmli deyil. Əgər qəlbiniz təmizdirsə, Allah və Rəsulu sizin darda qalmış qəlbinizə elə bir lütf edər ki, bütün kainat sizə qibtə edər. Biz günah işlədəndə elə zənn edirik ki, Allah bizə öz lütf qapılarını tamamilə bağladı. Mən o qədər acizəm ki, həmişə eyni günaha qayıdıram deyib, ümidsizliyə düşürük. Lakin Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin bəyan etdiyi o sarsıdıcı, cənnətə girən sonuncu adamın hekayəsi, Allahın qulunun zəifliklərinə və ehtiyaclarına necə sonsuz bir lütflə, fəzillə cavab verdiyini sübut edir. Rəsulullah sallallahu aleyhi və alihi və səlləm buyurur, cəhənnəmdən ən son çıxacaq bir adam olacaq. O, ateşin içindən sürünərək xilas olacaq. Üzünə alov vura-vura kənara çıxacaq və Allaha yalvaracaq. Ya Rəbb, ateşin istisi məni məhv etdi. Xahiş edirəm, mənim üzümü cəhənnəmdən əks tərəfə çevir. Səndən bundan başqa heç nə istəmirəm. Allah onun sözünü alıb, üzünü cənnətə tərəf çevirəcək. Adam o an cənnətin qapısında gözəl bir ağac görəcək və aciz bəşəri nəfsi ilə fəryad edəcək. Ya Rəbb, məni o ağacın kölgəsinə apar ki, suyundan içim, söz verirəm, daha heç nə istəməyəcəm. Allah Taala ona xatırladacaq. Ey Adəm övladı, mənə söz verməmişdinmi ki, daha heç nə istəməyəcəksən? Lakin Allah onun səbirsizliyini və müstər halını, acizliyini bildiyi üçün lütf edib onu ağacın yanına aparacaq. Adam cənnətin qapısına yaxınlaşdıqca, içərdəki neymətləri, səsləri eşidəcək və yenə dözə bilməyib yalvaracaq. Ya Rəbb, məni cənnətin qapısından içəri sal, vallah billah başqa heç nə istəməyəcəm. Kainatın əfəndisi gülümsəyərək deyir ki, o an uca Allah öz qulunun bu sonsuz istəklərinə güləcək və ona belə buyuracaq. Get və cənnətə daxil ol. Mən orada sənə bu gördüyün dünyanın tamamını və bir o qədər də artıqlamasıyla tam 10 qatını mülk olaraq verirəm. Adam heyrət içində, inana bilməyərək deyəcək, Ya Rəbb, sən aləmlərin Rəbbi olduğun halda mənlə zarafat mı edirsən? Allahu Əkbər, baxın fəzl, baxın lütf budur. Bütün ömrünü xətalarla keçirən, hətta cənnətə ən son girən adam, verdiyi sözləri belə tuta bilməyən bir acizdir. Amma Rəbbinin fəzli o qədər böyükdür ki, onun acizliyinə cəhənnəm deyil, dünya boyda 10 qat cənnət verir. İmsakda əllərinizi açanda qüsurlarınızdan deyil, Allahın sizin istəklərinizə olan bu mütləq səbrindən və fəzlindən ümid alın. Biz dualarımızda cənnəti istəyirik. Bəs o cənnəti dəyərli edən nədir? Cənnətin ən gözəl mərkəzi yalnız əməllə qazanılırmı? Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin azad etdiyi köləsi və sadiq xidmətçisi Səvbanın hekayəsi məqamın əməllə deyil, yalnız böyük bir sevgi və lütflə qazanıldığını sübut edir. Səvban Peyğəmbəri o qədər çox sevirdi ki, onu görmədiyi bir neçə saat ərzində xəstələnir, saralıb solardı. Bir gün o kainatın əfəndisinin yanına gəldi. Rəngi qaçmış, çox qəmgin və zəifləmişdi. Rəsulullah sallallahu aleyhi və alihi və səlləm narahatlıqla soruşdu. Ey Səvban, sənə nə olub?
rəngin niyə belə saralıb? Səvban göz yaşları içində bəşəriyyətin ən böyük sevgi etirafını etdi. Ya Rəsulallah, mənim heç bir xəstəliyim, heç bir ağrım yoxdur. Lakin mən səni görməyəndə elə bir həsrət çəkirəm ki, qəlbim parçalanır. Sonra mən axirəti xatırladım və qorxuya düşdüm. Bilirəm ki, sən cənnətə daxil olanda peyğəmbərlərlə birlikdə ən uca məqamlarda olacaqsan. Mən isə cənnətə girsəm belə aşağı dərəcələrdə olacam və səni bir daha əsla görə bilməyəcəm. Girməsəm onsuz da məhv oldum. Səni görə bilməyəcəmsə, mən o cənnəti neynəyirəm, ya Rəsulallah? Bu sözlərdəki o çarəsizliyi, o müztər halı görürsünüzmü? Səvban cənnətin özündən çox cənnətin sahibinə qonşu olmaq dərdi çəkirdi. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm ona nə cavab verəcəyini bilmədən sükuta daldı. Və o an göylərin lütf qapıları açıldı. Cəbrail əleyhissalam yerə enərək Nisa surəsinin 69-cu ayəsini gətirdi. Kim Allaha və Peyğəmbərə itaət edərsə, onlar cənnətdə Allahın lütf bəxş etdiyi peyğəmbərlər, siddiqlər, şəhidlər və əməli salihlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır. Bu müjdə Səvbanın əməlinin deyil, eşqinin Allah qatındakı qələbəsi idi. 22-ci günün imsakda məni cənnətinin mərkəzində sakin qıl deyərkən Rəbbinizə bunu deyirsiniz. Allahım, mənim əməlim o mərkəzə çatmağa yetməz, lakin mənim qəlbimdəki iman, sevgim və sənin lütfün məni o zirvəyə qaldırmağa qadirdir. Biz darda qalanda Rəbbimizdən çox vaxt dünya malları, mülk, vəzifə və pul istəyirik. Elə bilirik ki, bu dünyanın qapıları açılsa, hər şey həll olacaq. Lakin hikmət qapısı İmam Əli əleyhissalam bizə əsil mustərrin, darda qalanın kim olduğunu və hara gedəcəyimizi çox sarsıdıcı bir şəkildə xatırladır. İmam Əlinin məşhur tələbəsi Kümeylin bin Ziyad rəvayət edir. Bir gün İmam Əli əleyhissalam mənim əlimdən tutub Küfənin çölünə, qəbirstanlığa doğru apardı. O qəbirlərə baxdı, dərindən ağ çəkdi və ölülərə üzünü tutaraq o səssizliyi yaran suallarını verdi. Ey dəhşətli diyarın, boş qalmış evlərin və qaranlıq qəbirlərin əhli! Ey torpaq altında tənha yatanlar! Bizim tərəfimizdə olan xəbərlər bunlardır. Sizin qoyub getdiyiniz mallar artıq bölüşdürüldü. Dul qalmış yoldaşlarınız başqaları ilə evləndilər. Evlərinizə başqaları sahibləndi. Bunlar bizim xəbərlərimizdir. Bəs sizdə nə xəbər var? Qəbirstanlıqda dərin bir sükut çökdü. Kümeyl deyir ki, mən titrəməyə başladım. İmam Əli əleyhissalam mənə tərəf döndü və dünyanı heçə endirən o hikmətini bəyan etdi. Ey Kümeyl, Allaha and olsun ki, əgər onlara danışmaq icazəsi verilsəydi, onların hamısı bircə cümlə deyərdi. Ən xeyirli azuqə, tədarük yalnız və yalnız təqvadır, yəni Allah qorxusudur. Sonra İmam Əli əleyhissalam əlavə etdi. Ey Kümeyl, qəbir insanın əməl sandığıdır. Bunu ancaq ölüm gələndə anlayacaqsan. Baxın fəlsəfiyə, 22-ci günün duasında məni cənnətlərin mərkəzində sakin qıl deyirik. İmam Əli bizə xatırladır ki, bu dünyanın evləri onsuz da başqalarına qalacaq. Sizin əsl qurduğunuz ev içində tək qalacağınız qəbrinizdir. Və o qəbri cənnət bağçasına çevirən sizin bank hesablarınız deyil, imsakda tökdüyünüz göz yaşları və Allaha sığınmağınızdır. Məhz qəbirstanlıqdakı o gerçəyi dərk etdikdən sonra biz Allahın hüzurunda necə dayanmalı olduğumuzu anlayırıq. Bu mübarək günlərdə qarşımızda duran ən böyük mənəvi təhlükə tutduğumuz oruclara, etdiyimiz dualara baxıb qüruvlanmaqdır. Biz elə bilirik ki, etdiyimiz bu kiçik ibadətlərlə cənnəti satın almışıq. Lakin İmam Əli əleyhissalam bizə Allahın qarşısında necə bir acizliklə dayanmağı, yalnız onun lütfündə sığınmağı öyrədir. İmam Əli dualarında daim bu fəlsəfəni vurğulayırdı. İlahi, mənimlə öz ədalətinlə deyil, öz fəzlinlə, lütfünlə rəftar et. Çünki əgər sən mənimlə ədalətinlə rəftar etsən, mənim heç bir əməlim sənin verdiyin bircə göz neymətinin belə şükrünü ödəməyə yetməz və mən həlak olaram. Baxın, bu böyük idraka. İmam Əli bizi kiçik əməllərə aldanmaqdan çəkindirir. Bizim gecə boyu qıldığımız namazlar, gün boyu tutduğumuz oruclar əslində Allahın bizə verdiyi saysız-hesabsız neymətlərin qarşılığı deyil. Onlar sadəcə bizim acizliyimizin və sevgimizin bir sübutudur. Cənnətə daxil olmaq isə
bizim o kiçik əməllərimizin qarşılığı olaraq deyil, ancaq və ancaq Allahın sonsuz fəzli və lütfü ilə mümkündür. Buna görə 22-ci günün duasında məni cənnətinlə ödülləndir demirik, öz fəzlinlə məni qəbul et deyirik. İndi dərindən, aramla bir nəfəs alın. İçinizdəki o qüruru, mən heç kəsə möhtac deyiləm düşüncəsini və dünyanın gətirdiyi çarəsizliyi bu nəfəslə çölə atmağa hazırlaşın. Gözlərinizi yüngülcə qapayın. Özünüzü imsakın o dərin, mistik sükutunda təsəvvür edin. 22-ci gecənin nuru, yorğun və çarəsiz qəlbinizi aydınlatmaq üçün süzülür. Biz mütləq lütfün paylandığı günlərdəyik. Birincisi, özünüzü dəyərsiz görməyin. 22-ci günün duasını pıçıldayın. Allahım, üzümə fəzlinin, lütfünün qapılarını aç. Cəmiyyətin kənarlaşdırdığı, lakin Rəsulullahın bağrına basaraq o mənnəndir dediyi Güleybibi xatırlayın. İnsanların sizi necə görməsi önəmli deyil. Rəbbinizin lütfü sizin bütün dərdlərinizi silməyə qadirdir. İkincisi, günahlarınızdan ümidsiz olmayın. Cəhənnəmdən ən son çıxan o aciz adamın fəryadına dünyanın 10 qatı böyüklükdə cənnət verən kainatın Rəbbini düşünün. Rəbbinizin rəhmətini bəşəri məntiqinizlə ölçməyin. O, bircə anlıq səmimiyyətə görə ən böyük ümidsizliyi zəfərə çevirməyə qadirdir. Üçüncüsü, cənnəti eşqlə istəyin. Peyğəmbərsiz cənnəti belə istəməyən Səvbanın o mütləq eşqini hiss edin. İmam Əlinin qəbristanlıqda dediyi kimi, bu dünyadan bizimlə gedəcək tək şey təqva və Allah sevgisidir. Siz bu qaranlıqda tək deyilsiniz. Siz imsakın nuru ilə oyanan, əməllərinə deyil, Rəbbinin fəzlinə sığınaraq cənnətin ən gözəl mərkəzini istəyən xüsusi bir bəndəsiniz. Əgər bu video ruhunuzdakı yükü biraz da olsa yüngülləşdirdisə, sizə öz əməllərinizin egosundan qurtulub, Allahın sonsuz fəzlinə sığınmaq cəsarəti verdisə, zəhmət olmasa bəyənərək və bizə abunə olaraq mənəvi səyahətimizə dəstək olun. Və rəy bölməsində onun mütləq lütfüne olan ehtiyacınızı bəyan etmək üçün bu cümləni yazın. Allahım, mənimlə ədalətinlə deyil, öz fəzlinlə rəftar et. Darda qalan qəlbi fəryadımı eşit və məni öz lütfünün qapılarından cənnətinə daxil et. Oruclarınız qəbul, dualarınız müstəcab və ruhunuz daim fəzl içində olsun. Allahümme salli ala seyyidina Muhammedin və ala ali seyyidina Muhammed. Hələlik, Allah amanında.